1982-ci ildə ABŞ-nin Georgia ştatında Angelina Jolie adlı qadın ağlasılmaz bir şeydir. Onun oğlu köhnə avtomobilin altında təmir işləri görərkən qəfildən hidravlik damkrat qırılır. Çəkisi 1 ton yarımdan çox olan avtomobil gürültü ilə oğlunun üzərinə düşür. Səs-küyü eşidən Angelina dərhal evdən çölə qaçır və yalın əlləri ilə maşını oğlunun üstündən qaldırır. Qonşular gəlib oğlunu xilas edənə qədər o maşını havada saxlamağı bacarır. O nə idmançı, nə də bodybuilder idi. İdman zalına da heç vaxt getməzdi. O sadəcə ana idi. Elm adamları bunu bir maternal reaksiyası adlandırırlar. Ana instinktinin yaratdığı an bədənə qeyri-adi adrenalin verir və bir neçə saniyə ərzində ona fövqəlbəşəri güc verir. Bütün analar avtomobil qaldıra bilməsələr də, onlar hər biri sizi öz bildiyi yolu ilə xilas edəcək. Ona görə də onları qucaqlayın, onlara zəng edin, onları unutmayın. Çünki əsl möcüzənin adı anadır.